İbadətlərin fəzilətinin bir dənə normativi var, bir dənə formulası var. Onu əgər bir söz çox şeydə məlumatlana bilərsiniz. O da bundan ibarətdir: əməllərin savabın Allah əməllərin aparıcılığı ilə tənzimləyib. Baxın, əgər eşidirsiniz, deyir ki, saatü təfəkkür əfsəl mən ibadəti səb'inə sənə. Bir saatın təfəkkürü, düşüncəsi, başa düşməsi, baş düşündürülməsi 70 ilin ibadətindən artıqdır. Sual budur, nədən? Axı nədən bir saatla 70 il müqayisə olunur? Səbəbi bundan ibarətdir. Orada söhbəti gedən təfəkkürdür. Təfəkkür insanın davranış və düşüncələrinin dayaq bazasıdır. Amma ola bilər insanın dayaq, düşüncə bazası olmaya, ibadəti ola, bu ibadətin heç vaxt qarantı, sığortası yoxdur. Ola bilər elə bir müddətdən sonra bu ibadəti boşlayaq. Necə ki, həyatımızda çox şahid olmuşuq. Bir insanlar gəlir, neçə il ibadət edir, amma ibadəti sonradan boşlayır, buraxır, gedir qabaqca həyat dərsinin dalınca. Bunun bir dənə səbəbi var. O da budur, bədənində ibadət zuhur eləmişdi, amma təfəkküründə öz yerini tapmamışdı. Bir şey ki, insanın təfəkküründə öz yerini tapa, onu ondan almaq olmaz. Ona görə deyirlər, bir saatın təfəkkürü 70 ilin ibadətindən artıqdır. Ola bilər bir saatın təfəkkürü insana özü ilə pərverdigarı haqqında bir dənə mərifət bağışlaya. 70 il nədir? 700 min il ömrü olsa yenə o ibadətdən əl götürməyəm.